Növbəti testlərə baxaq. Choose the words with the opposite meaning. Əks mənalı sözləri seçək. Bunun üçün sözlərin tərcüməsini, mənasını bilmək lazımdır. To agree, razılaşmaq. To accept, qəbul etmək. Bir-birinin əks mənalısı deyil. To forget, unutmaq. To remember, xatırlamaq. Gördüyümüz kimi açıq, aydın, düzgün cavab budur. Amma digərlərini də tərcümə edək. To enter, daxil olmaq. To visit, baş çəkmək, ziyarət etmək. To see, görmək. To hear, eşitmək. To begin, to start, hər ikisi başlamaqdır, sinonim sözlərdir. Əks mənalı sözlər. 19-cu test. Which word means the person who is the head of a school? Hansı söz məktəbin başçısı mənasını ifadə edir? Yəni məktəbin direktoru sözünü axtaracağıq burada. A spy, casus, a principal, məktəb direktoru, an operator, operator, a hairdresser, bərbər, a lawyer, vəkil. Choose the correct option. Deer have long legs. Baxırıq, mübtəda təkdədir yoxsa cəmdə. A deer olsaydı təkdə olacaqdı. Deer sözü təki də cəmi də eyni səslənən sözlərdəndir. Amma təkdə olduğunu bilmək üçün onun qarşısında olması lazım idi. Görürük ki, artiklı yoxdur. Demək ki, bu cəmdədir. Yəni maralların uzun ayaqları var. Elə deyilmi? Məhz elə deyilmi hissəsini tapmaq üçün mübtədanın təkini, cəmini nəzərə almalıyıq. Doesn't it bu təklər üçün istifadə olunandır. Haven't it deyə bir şey ola bilməz. Niyə ola bilməz? Çünki have feilinin quyruq hissəsini yaratmaq üçün ya don't have olmalıydı, ya da ki doesn't have olmalıydı quyruq hissəsi. Quyruq hissəni də bildiyimiz kimi, əgər cümlənin birinci hissəsi təsdiqdədirsə, quyruq hissə inkarda olur və ya əksinə. Burada görürük ki, cümlənin birinci hissəsi təsdiqdədir, demək ki, quyruq hissə inkarda olacaq. Bütün bu qaydaları bildikdən sonra düzgün cavabın don't they olduğunu düşünə bilərik artıq. Çünki qalanları heç bir qaydaya uyğun deyil.